Prezident İlham Əliyevin yanvarın 5-də yayımlanan müsahibəsində bir sıra məsələlər diqqət çəkib. Dövlət başçısı deyib ki, bugün Xankəndi kimi şəhərə Bakıdan, Naxçıvandan, başqa yerlərdən gəlirlər və Xankəndi ilə Ağdam azad edilmiş bölgələrin əsas şəhərləri olacaq. Qeyd edilən çıxış Bakıya alternativ paytaxt seçimi kimi dəyərləndirilir. Xankəndi və ya Ağdam gələcəkdə ölkənin paytaxtı ola bilərmi? Qlobal İnfoza danışan deputat Arzuxan Əlizadə bildirib ki, bu il Xankəndiyə ciddi investisiya qoyulub, geniş miqyaslı bərpa quruculuq işləri həyata keçirilir. Deputat Ağdamda böyük işlərin görüldüyünü diqqətə çatdırıb. Stat: şəhərdə geniş miqyaslı tikinti işləri aparılır, müasir infrastruktur yaradılır. Yollar, otellər, istehsal müəssisələri və Ağdam Sənaye Parkı çərçivəsində layihələr həyata keçirilir. Bütün bu proseslər uzun illər ərzində Bakıya yönəlmiş intensiv miqrasiyanın azalmasına da təsir göstərə bilər. Paytaxtda yaranmış sıxlıq, tıxaclar və mövcud infrastrukturun artan tələblərə cavab verməməsi ciddi narahatlıq doğurur. Bu baxımdan regionlarda məskunlaşmanın təşviqi xüsusi əhəmiyyət daşıyır. Prezidentin müsahibəsində səsləndirdiyi fikirlər bu məsələyə dövlət səviyyəsində ciddi yanaşıldığını bir daha nümayiş etdirir. Lakin bütün sadalananların fonunda iki şəhərdən hansının paytaxt perspektivi anlayışı daşıyacağını indidən demək mümkün deyil. Gələcəkdə hər iki şəhərdəki məskunlaşma, quruculuq və yaradılan infrastruktur şəraitinə baxaraq bu barədə müəyyən mənada fikir bildirmək olar. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.